Araşdırmalara davam edək. Deməli, hansı dalğada daha çox qalırıqsa, o qədər çox genişlənmə baş verir. Həmin xəttdə qalanda reallıq ona uyğun açılmağa başlayır. Məsəl üçün, deyək ki, bu səviyyədə olan dalğalarda bu səviyyədəsiz və istəyirsiniz ki, nəyəsə sahib olasınız və ya sizdə nəsə alınsın və s. və s. və s. Amma o bu belə deyək, xəttdə deyil, o bu xəttdədir. Və siz fikirləşirsiniz ki, nə vaxtsa alınar, nə vaxt sonra çataram, siz yox, mən hamı elədir. Və fikirləşirik ki, nə vaxtsa vaxtı gələr. Amma o buradadır, siz buradasınızsa, vaxt sizi beləsinə yox, sadəcə beləsinə də apara bilər. Yəni, eyni xətt üzərində qala bilərsiniz, inkişaf edə bilərsiniz. Amma bu xətt üzərindən inkişaf edə bilərsiniz. Bura qalxmaq başqadır, belə getmək başqadır. Ona görə də əsasən bu, belə deyək, dualar, afirmasiyalar, vizuallaşdırmalar, xəyalların, belə deyək, rəsmləri və s. hamısının səbəbi sırf energetik olaraq, zehni olaraq bu bizə lazım olan səviyyəyə qalxa bilməkdir. O səviyyəyə qalxanda bizim üçün aşağıda real olmayanlar orada real olur. Bəzən olur ki, çox sadə bir şeydir, başqaları həmişə istifadə edə bilir, amma nəyəsə görə sizdə alınmır, sizə bu çatmır. Yəni, əliniz buna çatmır, siz bunu başa düşə bilmirsiniz və ya yenə də deyirəm, siz, biz fərqi yoxdur, hamımız eləyik. Nəysə bizə əl çatan gəlmir, o deyil, jeton düşdü. Yəni ki, kobud ifadə olsa da, yəni elə bil ki, o məlumat gəlib tam oturmur. Tam oturmamağının səbəbi bizim başqa-başqa reallıqlarda yaşamağımızdır. Ona görə də frekans olaraq, düşüncə olaraq, enerji olaraq biz bəlli bir yerdə qaldıqca o xəttdəki, o leveldakı reallıqlar bizim üçün açılmağa başlayır və biz ona uyğun həm başa düşməyə, həm hiss etməyə, həm yaşamağa başlayırıq. Çox sevirəm bu ifadəni ki, biz cənnəti də, cəhənnəmi də elə burada yaşaya bilərik. Öz seçimimizdən çox şey asılıdır. Nə hiss etməyimizdən çox asılıdır, nəyə köklənməyimizdən çox şey asılıdır. Ona görə nə yaşamaq istəyiriksə ona köklənməliyik ki, ətrafımızdakı reallıq da ona uzlaşsın. İstədiyinizi yaşamaq üçün içərdən bunu yaşamağa açıq olun, hazır olun və yaşamağa başlayın.